Təcili bir xəbər verirəm sizə. Aləmdə idi bir-birinə. Çox dəhşətli bir xəbər verirəm sizə. Rusiya məhkəməsindən, Rusiya hökumətindən İlham Əliyevə çox böyük ağır bir zərbə gəldi. Ana baxın, AST Telmanın killerlərinin məhkəməsi başladı. AST Telmanın baxın. Rusiya mətbuatında yaza bilərsiniz AST Telman məhkəməsi hamınızın qarşısına çıxacaq. Rus dilində çox əksəriyyətiniz bilirsiniz, şükür Allaha. Məndən yaxşı bilirsiniz. AST Telmanın şəxsi axranaları daxil olmaqla 50 nəfər adamı həbs edilibdi. 50 nəfər həbs edilmişdi və onların məhkəmələri başlayırdı məhkəmələri. Məlum olub ki, milyarder Telman İsmailov bilirsiniz İlham Əliyevin dəstəyi ilə Makedoniyaya qaçıbdı. Necə ki İlham Əliyev hər zaman AST Telmanın killerlər şəbəkəsindən istifadə edərək biznesmenləri, siyasi fəalları hələ Rusiyada olanda Makedoniyaya da İlham Əliyevin dəstəyi ilə gələn AST Telman Avropada dəfələrlə biz blogerləri vurub bir neçəsini də yaralayıb. Elə bəlkə də mənim də vurulmağımda AST Telman əli olub, mən bilmirəm onu. Rusiya məhkəmələri ortaya qoydular ki, AST Telmanın çox saylı killerlər ordusu var imiş, cinayətkar dəstələri var imiş, dünyanın hər yerində, o cümlədən əsasən Rusiya və Avropada fəaliyyət göstərən cinayətkar dəstələri var imiş və biznesmenləri, atış gələnləri bunlar, bütün hakimiyyət ətrafı hamısı bizneslə məşğuldur. Siyasi fəalları, aktivistləri, beynəlxalq səviyyəli jurnalistləri, beynəlxalq səviyyəli siyasətçilər, birisi Alman deputat Samolyot İlham Əliyev. Korrupsiya, pul alıb paylamışdı deputatları Almaniya, Aşbada oturan deputatlarla. Rusiya məhkəmələri ortaya çıxardıb ki, cinayətkar dəstələrlə işləyir AST Telman və pul qarşılığında biznesmenləri və siyasi fəalları döydürübdür və yüzlərlə, minlərlə. Və dərhal Rusiya məhkəməsi çox saylı nəzərə alaraq təcili məhkəmələr sənədləşdiriblər. Makedoniya və Çernogoriyadan AST Telmanın dərhal deportasiya edilməsi üçün addımlar atılıbdır. Və Rusiya məhkəmələri göstərir ki, AST Telman ən çox sifarişlərini siyasilər və biznesmenlər Azərbaycandan alıbdır, Azərbaycandan. Azərbaycandan sifariş alınıbsa ən çox, deməli Azərbaycandan sifarişlərinin 90%-ni İlham Əliyev ailəsi veribdir. İndi ola bilər bəzi hallarda Kemaləddin Zad ola bilər, bəzi məmurlar. Amma əsasən İlham Əliyev verib. Artıq İlham Əliyevə ağır zərbə gəldi, aləm dəydi bir-birinə. İlham Əliyev Ərdoğana tərəf çox yapışdı. İlham Əliyev indi də Avropaya yaxın gəlmək istəyir. Rusiya deyir ki, ananı ağladaram, yüzlərlə adam AST Telmandan bir yerdə. Hamısını ortaya çıxardaram, sübutları da var. Hamısını beynəlxalq məhkəməyə daşıyar. Nasıl Rusiyada müharibə gedir? Bu cinayətlər açılsa, birbaşa görüntü ilə, video ilə, sənədlə, sübutla adam təsdiq edəcək ağzını. İndi İlhamın əlacı nəyə qalıbdı? Dərhal AST Telmanı